Salam, hər vaxtınız xeyir olsun. Mənim Haşim Tədris Mərkəzinin Azərbaycan dil və ədəbiyyat müəllimi Ramal Nuriyev bugün Dövlət İmtahan Mərkəzinin sizə təqdim elədiyi ədəbiyyatdan model suallardan 26 və 30-cu suallara qədər suallar sizlərə izah etməyə çalışacağam. Demək, deyir ki, nümunədə işlənmiş bədii təsvir ifadə vasitələrini nəzərə alaraq onların mətndəki rolu ilə bağlı doğru fikirləri müəyyən edin. Eşitdi qayalar, eşitdi dağlar, metafor görürük. Payızın qızılı nağılları, qızılı nağıl, inversiya görürük. Ondan sonra inversiya edirəm, daha doğrusu epitet görürük. Şərbətə döndərdi bağçalar, bağlar, torpağa yazılan nağıllarını. Burada bağçalar, bağlar, şərbətə döndərdi, inversiya görürük. Demək, metafor tapdıq, epitet tapdıq. İnversiya tapdıq. Bir də eşitdi sözləri təkrir tapdıq. Gəlin cavaba baxaq. Müəyyən əşyanın əlamətinin digər əşyanın üzərinə köçürülmə hesabına bəli, bu metafora aid fikirdir, seçirik. Biri. Bir varlığın hər hansı bir əlaməti özündən daha qüvvətli bir əşya oxşadılması fikri daha qüvvətli şəkildə səsləndirilib. Bəli, epitetin aid fikirdir, götürürük. Bir-birinə zidd iki anlayış, təzad yox idi şeirimizdə. Fikrin ifadə tərzi onun əsl mənasına qarşı qoyulmuşdur. Bu kontrastdan söhbət gedir. Bunu da götürmürük. Sözlərin qrammatik ardıcılığının pozulması hesabına nitq emosionallığı, estetik təsir gücü daha da artır. Bəli, inversiya var idi şeirimizdə. Eyni sözün ifadənin məqsədli şəklə təkrarı, təkrirdən söhbət gedir. Bunu da götürürük. Cavabımız olar 1, 2, 5, 6. 20 ehtiyat hadisələrin əks etdirmə üsul baxımından uyğunluğu müəyyən edin. Təsvir təhkə, tərənnüm, hərəkət və əyanı göstərmə. Təsvir təhkə epik əsərdə olur. Arif Ərdəbilin Fərhadnaməsi poemadır və eyni zamanda Səmədlinin Qanlı Bənövşə əsəri hekayədir. Burada təsvir təhkiyə var. 1-ə yazırsan adi. Tərənnüm lirik şeirlərdə olur. Demək, Qarabağda şeiri Hikmət Ziyanın və Məhəmməd Füzulinin söz qəzəlləri lirik növdə yazılıb. Tərənnüm var. B-Y. Əyani göstərmə dramatik növdə əsərlərdə olur. Bu da Nəcəf bəy Vəzirovun ev tərbiyəsinin bir şəkli komediyasıdır. 3-ə də yazırıq C. Və yoldaşlar, bu da sizə verilmiş situasiyadır. Maraqlı bir situasiyadır. Gəlin suallara baxaq. Oxşar məqamlar əsasında cədvəli tamamlayın. Çay qırağı məhəlləsinin adamları, bir də Mirzə İbrahimovun Gələcək gün romanı. İkisinin ortaq xüsusiyyətlərini yazmaq lazımdır. Bura nə yazmaq lazımdır? Demək, bu situasiyanı oxuyanda görürük ki, burada insanlar səfil acınacaqlı həyat yaşayır. Eyni zamanda bizim Gələcək gün romanımızda da insanlar səfil acınacaqlı həyat yaşayırdılar. Bu birinci ortaq xüsusiyyət olar ki, hər iki əsərdə yoxsulluq, səfalət, acınacaqlı həyat təsvir olunub. İkinci xüsusiyyət də ondan ibarətdir ki, burada biz sinfi bərabərsizlik görürük, varlı kasıb təbəqələşməsi görürük və varlıların kasıblara laqeydliyini görürük. İkinci fikirdə yaza bilərik ki, hər iki əsərdə sinif bərabərsizlik, varlı kasıb həyatı müqayisəli şəkildə verilib. Yəni, bu iki fikri yazsaz tam bal ala bilərsiniz. Növbəti sualımıza deyir ki, əsərlər əsasən cədvəli tamamlayın. Əbülhəsənin Həyatın dibində əsərindəki ana və bir də Əmməd Məmmədxanlının Qızıl Qönçə əsərindəki hansı obrazla müqayisə edilə bilər? Buradakı ananın gedişatına baxırıq və yadımıza ilk olaraq Firuz Baba düşür. Biz burada ana obrazını Firuz Baba ilə müqayisə edə bilərik. Nə üçün Firuz Baba ilə müqayisə edirik? Burada çünki hər ikisi kiçik körpə bir qıza baxır. Hər ikisi bədən cəhətdən çox zəifdir, amma çinlərində ağır həyatın yükü, mənəvi yükü var. O yükü daşıyırlar və hər ikisi də nə qədər zəhmət üzüm çəkmələrinə baxmayaraq 2 nəfərin qarnını belə doyuzdura bilmirlər. Bu şəkildə müqayisə edirsiniz və biz Nazlını Qızıl Qönçə əsərində hansı obrazla müqayisə edə bilərik? Sürəya obrazı ilə müqayisə edə bilərik. Niyə bunları bir-birlə müqayisə edirik? Çünki hər ikisi kiçik olmalarına baxmayaraq ailələrinə dəstək olmağa çalışır və hər ikisi o həyatın ağır yükünü körpə vaxtından öz çiyinlərində daşıyırlar. 30-cu sualda cədvələ əsasən əsərlərin növ və janr xüsusiyyətləri baxımından tamamlayın.
Həyatın dibində əsəri epik növdə yazılıb. Növ olaraq buraya epik yaza bilərsən, amma janr bilmirik. Çünki nəyəsə bir parçası da hekayədə ola bilər, povest ola bilər. Sən çünki proqramda bu yoxdur, sadəcə situasiya tipli verilir. Ona görə də epiki yazdın və burada kifayətlənməlisən. Epik növün xüsusiyyətlərini yazırsan. Təsvir var və eyni zamanda təhkiyə var burada. Anarın keçən ilin son gecəsi dramatik növdə yazılıb və burada əyani göstərmə var yazırsan. Ortaq xüsusiyyətlər hər ikisinin əsrlədir, hər ikisinin sujet xətti var və s. Belə yoldaşlarım, bizə bu qədər. Hər kəsə imtahan doğurlar.